Böyük vədlər qarşılığında çoxlu pullar verib ev aldılar, amma çıxarış ala bilmədilər. Dəqiq bir söhbət deməyiblər. Bir gün işığımız gecikdirən kimi kəsirlər. Biz havadayıq, biz qeydiyyatda yoxuq. Deyirəm çağırın gəlsin də kimsə. Abidlərlə, nahardadılar. Yox, söndürdü onu nə qədər? Yox, deyirsiniz ki, qəbul eləyirik. Yox, Onu qəbul eləmir. Bura Xırdalan şəhər Abşeron City MTK-nın tikili kompleksinin ərazisidir. Burada yaşayan sakinlər deyirlər ki, illər əvvəl çoxlu pullar verib ev alıblar və deyirlər ki, tezliklə çıxarış da olacaq. Amma il olub 2026 çıxarış yoxdur. Mən burada 2019-cu ildən ev almışam, kreditlə almışam. Pulumu ödəyib qutarandan sonra dedilər çıxarış veriləcək, amma çıxarış verilmir. Hələ də verilmir, indi də verilmir. Dəfələrlə müraciət eləmişik ofisə. Dəqiq bir söhbət deməyiblər də, yəni nə vaxt veriləcək sözü işlədilmir. Burada kupça alanlar da var, amma almayanlar da çoxdur. Çoxdur. Şəxsən ev binasında mən yaşayıram, ev binasında heç kim kupça almayıb. 2019-cu ildən burada yaşayıram, Abşeron City. Hələ də ki, qupçamız yoxdur. Elə deyirik, gedirik, müraciət eləyirik, deyirlər sabah olar, bürsün olar. Amma biz özümüz də qalmışıq havada. Məsəl üçün, indi Gəncədən gəlmişəm, evi satmışam, qalmışam ortalıqda. Mən hara düşüm, qeydiyyat yoxdur, amma hər şeyi ödəyirik biz. Bir gün işığımız olmayan, gecikdirən kimi kəsirlər işığımızı. Biz kommunal haqqını veririk komendanta, çıxarışımız yoxdur. İkinci qrupda əliləm. Heç bir yerdə qeydiyyatda yoxam. Şəxsiyyət vəsiqəm deaktivdir, işləmir. Xəstəxanaya belə gedə bilmirəm, heç bir iş görə bilmirəm. Kimsə var burada. Yollar vaxtından sonra bəlli olacaq. Bu qədər vətəndaş narazıdır, şikayət eləyir. Qarşımıza adam çıxanmayız indi kimsə. Səbir olun, qrup qutarsın, tabii 2-dən sonra qəbul edirlər. Deməli, vətəndaşların şikayəti ilə bağlı gəldi Abşeron City MTK-nın şirkətin ofisinə. Nahar fasiləsi olduğunu deyib, bax, belə qapını üzümüzə bağlayıblar. Müsahibə vermək, açıqlama vermək istəmirlər. Eybi yox, naharın bitməsini gözləyərik. Mürvət, nəyi gözləyirsən? Naharın bitməyini gözləyirəm. Kəsə bilərik biz içəri. Yox, söndürdü onu nə qədər? Yox, deyirsiniz ki, qəbul eləyirik. Onu qəbul eləmir. Yox, deyirəm qəbul eləmir. Onu deyirəm söndürdü. Yox, niyə kamerası olmaz ki? Kamerasız sonuçam. Orada bizə dedilər ki, nahar fasiləsidir 2-yə qədər. Biz də bax 2-yə qədər burada soyuqda gözləyirik. İndi də deyirsiniz ki, kamerasız. Mən kamera gəlməyəcəsə mən niyə gəlim ki? Mənim elə işim bu kameradır. Gəl danışaq, onu gəl, Çingiz gəl. Zəhmət olmasın. Biz gəldik bura, şirkətin direktor müavini var burada. Deyir ki, bununla bağlı Elxan bəy var, hüquqşünasımız. O danışacaq. O direktor müavini mənim hüquqlarımı müəyyənləşdirmir. Mən direktor tabii, direktor müavini tabii. Amma buyurun suallarınızı verin, cavablandırın. Ev binasındakı sakinlərin problemi ilə bağlı. Onlar deyirlər ki, ev almışıq, pullar vermişik, amma çıxarış ala bilmirik. Biz özümüzdən asılı olan nə işlər varsa, həmin sənədləri təqdim eləmişik aidiyyatı orqanlara. İnşallah aidiyyatı orqanlara cavab verən kimi vətəndaşlara biz özümüz məlumat verəcəyik, getsinlər çıxarışlarını alsınlar. Yəni məsələn bu qədər uzanması, problemin həllini tapmaması. Vətəndaş var orada deyir 19-cu il ev almışam, artıq 7 ildir də. Yəni bu problem niyə 7 il həll olmuş ki? Biz orada təxminən 26 blok imişik. Biz onlara sənədləri təqdim edirik. Onlara hissə qəbul edilsə, hissə icazə verirlər. Qalıb bir dənə bu qalıb. İnşallah o icazəsini alacaq yaxın müddətdə yəqin. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən bildirildi ki, hər bir MTK-nın öz alıcısı qarşısında öhdəlikləri var. Bu öhdəliklərdən biri də alıcılarını müvafiq sənədlərlə təmin etməkdir. Əgər MTK lazımı sənədlərlə təmin etmirsə, bu zaman sakinlər məhkəməyə müraciət edə bilərlər. İcra hakimiyyəti də hüquqi yardım göstərməyə hazırdır.